Her vaxtınız xeyir olsun. Bugün sizlərə keçən dəfə ilk videomu çəkmişdim. Bugün isə sizlərə karbohidratlar haqqında danışmaq istəyirəm. Karbohidratların bədənimizə təsiri haqqında. Bilirsiniz ki, bədənimiz enerji ilə işləyir. Enerji olmasa təbii ki, bütün həyati fəaliyyətlərimizi edə bilmərik. Bizə bu enerjini verən, bu enerji bizə təmin edən isə glikozadır. Və bunu da biz təbii ki, karbohidratlardan əldə edirik. Ay, terimi daha düzgün yerə qoy. Karbohidratlardan əldə edirik. Karbohidratlar bədənimizin əsas enerji mənbəyidir. Bəzi insanlar düşünürlər ki, sağlam qidalanmaq üçün karbohidratları tamamilə kəsmək lazımdır. İstifadə etməmək lazımdır. Belə deyim, karbohidratlar tamamilə kəsilərsə nə olar? Əzələ itkisi yaşanar ilk birincisi. Çünki bizim bədənimizdə karbohidratlar əsas enerji mənbəyidir. Və əgər karbohidratları kəsərsək, bədənimiz ilk öncə ehtiyat glikogeni istifadə etməyə başlayır. Və daha sonra isə bu ehtiyat glikogen bitir, artıq olmur. Bundan sonra isə bədən başlayır əzələni parçalamağa. Əzələ də parçalanmağa başladığında əzələ itkisi yaranır. Hormonal fəsadlar üzə çıxır. Ən çox da bu qadınlarda hormonal balanslığın pozulmasına gətirib çıxardır. Bəs nə edə bilərik sağlam qidalanma üçün? Təbii ki, burada əsas məsələ karbohidrat keyfiyyətidir. Məsələn, bəzən trenerlər, fitness trenerlər deyirlər ki, ağ çörək yemə ya da şəkər istifadə eləmə. Bu sənin üçün çox faydalı ola bilər. Düşünürəm ki, bəli, bu yaxşı fikirdir. Bir molekulyar bioloq olaraq bunu təsdiqləyirəm. Amma təbii ki, tamamilə şəkərin və yaxud da glikoz, karbohidratın kəsilməsi həm də çox ziyanları var. Necə deyim, yəni karbohidrat tamamilə kəsilərsə, ağ çörək yemərsənsə, şəkər yemərsənsə, artıq glikogen çox az olacaq, yorğunluq hiss edəcəksən, əsəbi olacaqsan və bunun olmaması üçün də bizim bədənimiz şəkər istifadə etməlidir, karbohidrat istifadə etməlidir, unlu, taxıllı qidalar yeməliyik və əsasən şəkərin keyfiyyətinə, karbohidratın keyfiyyətinə fikir verək. Tam lifli məhsullarla qidalanaq, düyü, tam taxıllı çörəklər, qidalardan istifadə edək. Şəkəri azaldaq, amma tam kəsməyək. Şəkəri azaltmaq da özü bir ziyandır. Çünki şəkər də müəyyən proseslərdə bədəndə iştirak edir. Çox dərinliyinə qədər deyə bilərəm, amma yəni düşünürəm ki, biraz izahı çox uzun olar. Şəkəri kəsdikdə bədəndəki yəni o enerji balansı da pozulur. Ona görə də həftədə bir neçə dəfə, 2 dəfə, 3 dəfə, 5 dəfə ya da ürəyiniz istədiyi qədər yeyin, amma çox yeməyin, yəni azaldın, səviyyəsini azaldın şəkərin. Yəni daha sağlam, gümrah bir həyat üçün, hormon balansımızı qorumaq üçün, kortizol səviyyəmizi normal tutmaq üçün belə düzgün qidalanmamıza fikir verək. Həmçinin karbohidrat əksikliyi, bəli, tiroid pozğunluğuna, kortizol səviyyəsinin yüksəkliyinə gətirib çıxara bilir və biz istəmirik ki, belə olsun. Kortizol səviyyəsinin yüksək olmağı bədənin ən, necə deyim, zərərli problemlərindən biridir. Buna görə də yorğun hiss edirik, əsəbi hiss edirik və bədənimizdə istəmədiyimiz bir çox proseslər əsasən də qadınlarda baş verir bu. Mən özüm də məsələn ağ çörəklə qidalanıram, şəkər də istifadə edirəm, şirniyyatlar istifadə edirəm. Amma çox yox, yəni müəyyən səviyyədə çalışıram ki, bunu balanslı şəkildə qidalanım. Yəni ümid edirəm ki, siz də belə edin. Bilgilərim sizin üçün faydalı olar. Belə. Önümüzdəki dəfədə digər mövzular toxunmaq istəyirəm. Düşünürəm ki, bu sizin üçün və digər insanlar üçün, yəni hamı üçün yararlı bir kontent olar. Çox təşəkkür edirəm. Belə, sağ olun.